Salam, blok imtahanına qədər məsələ izahları edirəm. Bugün ikinci gündür. Deməli, 52-ci sual DİM 2025 test toplusundandır. Vitaminlərlə bağlı olan bir məsələdir. Kələmi qaynatdıqda onun tərkibində olan B qrupu vitaminlər miqdarının temperaturdan asılı olaraq dəyişməsi verilmişdir. Qrafikə əsasən X-i müəyyən edin. Biz bilirik ki, B qrupu vitamini qaynadıldıqda heyvan mənşəli deməli qidalarda, yəni ətdə 15-60%, bitki mənşəli qidalarda isə 20% itir. Və biz buradan nəyi görürük? Biz buradan görürük ki, kələmin tərkibində 150 deməli milliqram B vitamini varmış. Bu 100%'dir. Yəni kələmin tərkibində olan. Qaynadıldıqda bunun 20%'i itir. Nə qədəri qalır? 80%'i qalır. Bəs onda qaynadıldıqda qalan hissə, yəni 80% neçə milliqram olar? Buradan da tapırıq ki, X bərabərdir 150-ni 80-ə vurub 100-ə bölürük. O da eləyir, deməli 5 dəfə 8, 0 yazırıq 4 yadda, 8 dəfə 1, 8, 4 yadda 120. Deməli qaynadıldıqdan sonra kələmin tərkibində B qrupu vitamini 120 milliqram qalacaqdır.